يقول عبد الله بن أبي مليكة Abdullah ibn Əbi Muleykə deyir ki, birinci onun haqqında qısa məlumat verim ki, bu şəxs imamdır. Yəni böyük mühəddislərdən, alimlərdən sayılır və tabein təbəqəsindəndir. Yəni səhabələri görən mübarək ikinci nəsildəndir və Abdullah bin Əbu Müleykə qeyd edir ki, deyir ki, أدركت أكثر من 30 صحابيا. mən 30-dan çox sahabə ilə qarşılaşdım. Onlara yetişdim, onlarla rastlaşdım və كلهم يخاف النفاق على نفسه. onların hamısı öz nəfsi üçün nifaqdan qorxardılar. Yəni hamısı nifaq deyəndə, yəni münafiqlikdən, özləri üçün ikiyüzlülükdən qorxardılar. عبد الله بن عمر رضي الله عنه يقول Abdullah ibn Ömər radiyallahu anhu bildiyimiz kimi ikinci xəlifənin Ömər radiyallahu anhunun oğludur və o qeyd edir ki, özü də təbii ki, sahabədir, Peyğəmbər sallallahu əleyhi və səlləmi görüb. لو أعلم أنها قبلت مني سجدة واحدة Deyir ki, əgər bilsəydim ki, məndən bircə dənə olsa səcdə qəbul olunubdur, فهو خير لي من الدنيا وما فيها. həmən bu səcdə mənim üçün dünya və onun içindəki olan hər şeydən xeyirli sayardım onu. ما كانوا يزكون أنفسهم. Onlar heç vaxt özlərini təmizə çıxartmazlar, özlərini tərifləməzlər və özlərindən razı qalmazlar. Bu bizim üçün bir dərsdir ki, əgər sahabələr kimi mübarək insanlar ibadətləri ilə öyünmürlərsə, özlərindən razı qalmırdılarsa, biz də heç vaxt öz ibadətlərimizdən öyünüb razı qalmalı deyilik. Həmişə ibadətlərimizi daha mükəmməl etməyə və nifaqdan qorxmağa çalışmalıyıq. Allah bizləri nifaqdan və onun əhlindən uzaq eləsin. Amin.